Təbii ki, toxum seçilən zaman fermerdən fermerə müxtəlif fərqlər ola bilər. Çünki bəzi fermerlər erkək buzov istəyir, bəziləri dişi buzov sürü artımı üçün istəyir ki, bu da öz növbəsində seçilən toxumlardan qaynaqlanır. Alınan cinslərdən hansı cins toxumlarını istəyir. Bu da doğumlar zamanı erkək və dişi damazlıq yoxsa ətlik olduğunu da tam aydın oradan görə bilərik. Yəni bu həmişə özünü doğrultmur. Toxumlamalar zamanı bunun erkək və dişi olacağı sadəcə yüksək bir faiz dərəcəsi odur ki, dişiyə üstünlük verilibsə doğum zamanında dişilər daha çox olacaqdır. Saxlama şəraitində bu düvələr təbii ki, doğuma hazırlanan düvələrin saxlama şəraiti digərlərindən daha çox diqqətli olmalıdır ki, o düvələr hər hansı sancısı ola bilər, hər hansı bir narahatçılıq ola bilər və yaxud da məsələ 9-cu ayda o düvə abort eləyə bilər və bu abort da o heyvanın artıq laktasyon dönəminə yaxın bir abortdur. Çünki abort eləyən heyvan belə olsa artıq o süd verimliliyi ola bilər.